Salam əziz coğrafyaçılar. Bu günləri Azərbaycanın geoloji quruluşu və mineral ehtiyatları testlərinin izahına baxacaq. Test 1. Kür-Araz ovalığında filiz faydalı qazıntı yataqlarının olmamasının səbəbi. Kür-Araz ovalığı. Biz bilirik ki, ümumiyyətlə ovalıqlarda çökmə süxurlar üstünlük təşkil edir. Ona görə çökmə süxurlar olan ərazilərdə də üzvü mənşəli faydalı qazıntılar olar. Yəni çökmə mənşəli faydalı qazıntılar olar. Çökmə süxurların üstün olması ilə əlaqədar həmin ərazilərdə filiz mənşəli faydalı qazıntılar olmaz. Filizlər əsasən platformada olur. Platformanın daha doğrusu kristallik bünövrəsinin səthə çıxdığı ərazilərdə daha çox olur, yaxud kristallik bünövrədə daha çox olur. Yəni çökmə ərazilərdə, çökmə süxurlarının olduğu ərazilərdə çökmə mənşəli faydalı qazıntılar olar. Filiz yox. 2. Azərbaycan Respublikasının ərazisində hansı eranın çöküntüləri daha az yayılmışdır? Bu əzbər tipli sualdır. Paleozo erasının çöküntüləri ölkəmizdə daha az yayılıb. Hansı ərazilərdə yayılıb? Tovuzda, Əsrikçay, Zəyamçay hövzəsində, bir də Naxçıvanda Sədərək qalxmasında. Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyətlər. Zirvələri qar xəttindən yüksəkdə yerləşir. Xeyr, Kiçik Qafqaz dağlarında elə bir ərazi yoxdur ki, zirvəsi qar xəttindən yüksəkdə yerləşsin. Qədim dağlardır, xeyr, cavan dağlardır. Zəngin filiz faydalı qazıntılara malikdir. Bəli, Kiçik Qafqaz dağları Böyük Qafqaz dağlarına nisbətən filiz mənşəli faydalı qazıntılarla zəngindir. Misal üçün, təxminən ölkəmizdə Daşkəsən rayonu ərazisində filiz mənşəli faydalı qazıntılar daha çox üstünlük təşkil edir. Yəni Kiçik Qafqaz, filiz mənşəli faydalı qazıntılar. D-yə baxaq. Zəngin daş kömür ehtiyatları vardır. Xeyr, ümumiyyətlə Azərbaycanda daş kömür ehtiyatı demək olar ki, yoxdur. Çökmə süxurlar üstündür. Xeyr, çökmə süxurlar əsasən ovalıqlarda olar. Ölkəmizdə də əsasən Kür-Araz ovalığında çökmə süxurlar üstünlük təşkil edir. 4-ə baxaq. Azərbaycanda böyük və kiçik Qafqaz dağları üçün ümumi olmayan xüsusiyyətlər. Həm böyük, həm də kiçik Qafqaz dağları üçün ümumi olmayan xüsusiyyəti bizdən soruşur. Baxaq. Cavan qırışıq dağlardır. Hər biri cavan dağlardır. Ümumiyyətlə Azərbaycanda dağlar cavan dağlardır. Çünki Alp-Himalay dağ sistemində yerləşir bizim ərazi. Vulkanik süxurlar geniş yayılmışdır. Biz bilirik ki, ölkəmizdə vulkanik süxurlar yayılıb əsasən Kiçik Qafqaz dağlarına. Misal üçün Qarabağ vulkanik yaylasında sönmüş vulkanlar mövcuddur. Böyük Qafqaz dağlarında vulkanik mənşəli süxurlar yayılmayıb, yəni müşahidə edilmir. Yəni aid olmayan Azərbaycanın böyük və kiçik Qafqaz dağ sistemləri üçün ümumi olmayan cəhət məhz bu B variantıdır. Digərinə baxaq. C. Polimetal filiz yataqlarına malikdir. Bəli, polimetal filizi Böyük Qafqazda da var, Kiçik Qafqazda da var. Geniş meşə massivi vardır. Bəli, Azərbaycanda meşə massivi Böyük Qafqazda da var, Kiçik Qafqazda da var meşə qurşağı, Talış dağlarında da var. Yəni Böyük Qafqazda da, Kiçik Qafqazda da var. Dəmiyə əkinçiliyi üçün şərait vardır. Bəli, Azərbaycanda istənilən dağlıq ərazidə dəmiyə əkinçiliyi üçün şərait vardır. 5-ə baxaq. Palçıq vulkanları Azərbaycanın hansı ərazilərində daha çox yayılmışdır? Əlbəttə ki, neftli qazlı Abşeron-Qobustan hissəsində palçıq vulkanları daha çox yayılmışdır. Abşeron-Qobustan, bir də cənub-şərqi Şirvan düzündə. Bir sözlə neftli qazlı ərazilərdə Azərbaycanda palçıq vulkanları daha geniş yayılmışdır. 6-ya baxaq. Azərbaycanda 4-cü dövr çökmə süxurlarının geniş yayıldığı ərazilər. 4-cü dövr antropogen mərhələ çökmə süxurları ölkəmizin əksər hissəsini əhatə edib. Yəni süxurlar olaraq ölkəmizdə 4-cü dövrün süxurları daha geniş əraziləri əhatə edib. Təxminən çökək əraziləri əhatə edir. Ən sonda dənizin dibindən azad olmuş ərazilər 4-cü dövrün çökmə süxurları ilə örtülmüşdür. Baxaq variantlara. Baxın. Mil Muğan düzü. Mil Muğan düzü, bəli, Mil düzü, Muğan düzü Kür-Araz ərazisində olduğu üçün 4-cü dövrün süxurlarıdır. Şirvan düzü, bax bu hissələr. Şirvan düzü, bəli, 4-cü dövrün süxurlarıdır. Dağlıq ərazilər olmaz.
Dağlıq ərazilərdə 4-cü dövrün süxurları demək olar ki, rast gəlinmir. Bir Qarabağda vulkanik yayla istisna olmaqla demək olar ki. Şollar düzü də bəli 4-cü dövrün süxurlarına rast gəlinir. Yəni 1, 3, 5 A variantı. 7. Azərbaycanda ən qədim süxurların səthə çıxdığı ərazilər. Ən qədim süxurlar ölkəmizdə hansı süxurlardır? Paleozoy dövrünün süxurları. Bax bu hissə. Tovuzda əsrik çay, Zəyəm çay hövzəsi, bir də Sədərəkdə Sədərək qalxması Şərurda. Hansı ərazilər? Deməli Sədərək qalxması 4. Sonra Qarabağ vulkanik yaylası 4-cü dövrün süxurlarıdır. Qanıq Əyriçay 4-cü dövrün süxurlarıdır. Acunahor alçaq dağlığı, Acunahor Ceyrançol, Abşeron Qobustan oldu Neogen dövrünün süxurları. Dərəliyaz qalxması, bəli, Sədərək qalxması, Dərəliyaz silsiləsi oldu ən qədim süxurların yayıldığı ərazilər. Sonra baxaq digərini. Bir də Tovuzda Əsrikçay, Zəyəmçay hövzəsi ən qədim süxurların yayıldığı ərazilərdir. 8. Böyük Qafqaz tektonik zonasına daxil olan əraziləri müəyyən edin. Samur Dəvəçi ovalığı ön Qafqaz tektonik çökməsindədir. Baxın bu hissəyə. Ön Qafqaz tektonik çökməsindədir Samur Dəvəçi. Ləngəbis silsiləsi bax bu hissədə burada yerləşir. Böyük Qafqaz tektonik qalxma zonasına aiddir. Qobustan alçaq dağlığı həmçinin Böyük Qafqaz tektonik qalxma zonası. Bozdağ silsiləsi yerləşir Kür tektonik çökməsində. Bozdağ silsiləsi yerləşir Kür tektonik çökməsində. Yan silsilə bax bu hissədə Böyük Qafqaz tektonik qalxması. Ceyrançol Acunahor alçaq dağlığı isə bax bu hissədə Kür tektonik çökmə zonasına aiddir. 2, 3, 5 tektonik Böyük Qafqaz tektonik qalxması. Yeri gəlmişkən ölkəmizdə 5 tektonik ərazi çökmə və yaxud da qalxma zonası olaraq vilayətə bölünür. Tektonik zonaya bölünür. Ön Qafqaz çökməsi, bu hissə Böyük Qafqaz qalxması, Kür tektonik çökməsi, sonra bax bu hissələr Talış dağları, Qarabağ dağları, bir də Naxçıvanın dağlıq hissələri Kiçik Qafqaz tektonik qalxmasıdır. Bu hissə isə Orta Araz əyilməsi, çökmə zonası hesab edilir. Növbəti suala baxaq. Kür çökəkliyi tektonik zonasına daxil olan ərazilər. Kür çökəkliyi tektonik zonasını soruşur bizdən. Gəncə Qazaq düzü. Baxaq, bir də xəritə üzərindən baxaq. Bu hissə. Aiddir hara? Gəncə Qazaq düzü. Kür tektonik çökmə zonasına. Bax, bu hissədən də göründüyü kimi. Sonra Gülüstan düzü. Gülüstan, Yayçı, Ordubad düzləri. Bax, bu hissə aiddir Kiçik Qafqaz tektonik qalxma zonasına. Bax, bu hissədir. Yoldaşlar, yeri gəlmişkən, bunu da deyim ki, Naxçıvanda Araz çayının ətrafında 7 dənə düz var. Bunlardan 4 dənəsi Araz Cavan çökməsinə aiddir. 3 dənəsi isə Kiçik Qafqaz tektonik qalxma zonasına. Bax, bir-bir sayıram. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan. Bu 4 düz aiddir Orta Araz əyilməsinə. Yerdə qalan Gülüstan, Yayçı, Ordubad düzləri isə Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Ona görə bax, bu Gülüstan düzü Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Gəncə Qazaq düzünü götürdük. Ceyrançol Acunahor alçaq dağlığı. Bu hissə Ceyrançol Acunahor alçaq dağlığı aiddir hara? Kür tektonik çökməsinə. Bəli, götürürük bu hissəni. Sonra Samur Dəvəçi ovalığı aiddir Ön Qafqaz çökməsinə. Olmaz. Cənub-şərqi Şirvan düzü. Bax, bu hissə Cənub-şərqi Şirvan düzü. Hara aiddir? Kür tektonik çökmə zonasına aiddir. Şollar düzü oldu hara? Şollar düzü oldu Ön Qafqaz tektonik çökməsinə. 1-3-5 Kür tektonik çökmə zonasına aid olur. Növbəti, daha fəal seismik əraziləri müəyyən edin. Yoldaşlar, ölkəmizdə seismik ərazilər, qırılma zonaları olan ərazilərdə daha fəaldır. Hansı ərazilər? Misal üçün Şamaxı zonası. Zəlzələlərin
baş verdiği daha güclü baş verdiği ərazilərdən hesab edilir ölkəmizdə. Sonra Gəncə zonası. Bax bu hissədə Kür tektonik çökməsi ilə Kiçik Qafqaz tektonik qalxma zonasının sındığı ərazidir. Həmçinin bu hissə Böyük Qafqaz tektonik qalxma zonası ilə Kür tektonik çökməsinin sınma zonasıdır. Bax buradakı ərazilər. Bax biri buradır, bax biri bu hissələrdir. Harada sınma zonaları varsa, orada seismiklik daha aktivdir. Ölkəmizdə seismiklikin aktiv olduğu ən güclü ərazilər Şamaxı, Gəncə zonası hesab edilir. Sonra bax bu hissə Zəngəzur silsiləsi seismikliyin aktiv olduğu ərazilərdir. Növbəti Kaynazoy yaşlı çökmə süxurların yayıldığı ərazilər. Kaynazoy süxurları, baxın bu hissəyə. Ölkəmizdə ən cavan geoloji eranın süxurları. Baxa, Kaynazoyun 4-cü dövrü. Baxın, görürsünüz nə qədər böyük ərazilərə yayılıb. Bizdən soruşur Kaynazoy yaşlı süxurlar. Bax bu hissədə Kaynazoyun 4-cü dövrün süxurları yayılıb bu hissədə. Sonra harda yayılıb? Bax bu hissədə. Kaynazoyun 4-cü dövrün süxurları Lənkəran ovalığında yayılıb, geniş yayılıb. Sonra harada yayılıb? Kaynazoyun 4-cü dövrün süxurları misal üçün Kür-Araz ovalığında yayılıb. Sonra harada yayılıb? Qarabağ vulkanik yaylasında yayılıb. 4-cü dövrün süxurları. 1, 4, 3, 4, 5. 1, 3, 4, 5. Burada 1, 3, 5 de var. 1, 3, 4, 5. Ona göre 1, 3, 5 ilə üçünün bir yerde olduğu C variantı var. Bu ərazidə də bilirik ki, Kaynazoyun 4-cü dövrün vulkanik süxurları yayılıb. Növbəti suala baxaq. Növbəti neçənci sualdır? 12-ci sual. Azərbaycan Respublikası ərazisinin geosinkronal qurşaqda yerləşməsinin nəticəsi. Nəticədə fəal seismikliyin olması. Geosinkronal zonada toqquşma zonası olduğu üçün fəal seismiklik var. Sonra relyefdə denudasyon düzənliklər üstündür. Denudasyon düzənliklər yaylalar nəyə görə üstün olsun ki? Yəni seismikli ərazilərimiz yaylalar üstün olur. Misal üçün mən fikirləşirəm əksinə yox. Ölkədə hansı ərazilərdə platformadır, o ərazilərdə məncə yaylalar daha üstünlük təşkil edər. Yəni ki, bu səbəb deyil də. Relyefin hündürlük amplitudu azdır. Əksinə relyefin hündürlük amplitudu çox olsaydı, bəli, geosinkronal ərazidə olduğunun isbatı olardı. Cavan dağlar formalaşır. Bəli, yüksək dağlar, cavan dağlar, şiş, uclu. Şaquli zonallığın aydın nəzərə çarpır. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Bax, bizim ərazilərdə fəaliyyətdə olan vulkan yoxdur Azərbaycanda. Ancaq ki, üfüqi yox, şaquli zonallığın aydın nəzərə çarpır. Çünki hündürlük çoxdur. Yarım səhradan başlayır Nivala qədər, yarım səhra, Quruçol, Dağ çölü, Subnival, Nival, daha doğrusu yarım səhra, Quruçol, Dağ çölü, Dağ meşə, Subalp, Ab çəmənlikləri, Subnival. Yəni hündürlük çox olduğu üçün təbii landşaftların demək olar ki, hər biri müşahidə edilir ölkəmizdə. 1, 4, 5 D variantı. 13'ə baxaq. Talış və Baş Qafqaz silsilələrinin ümumi olmayan cəhətləri. Talış və Baş Qafqaz silsilələrinə baxaq. Ümumi olmayan əlamətlərinə baxaq. Bu Baş Qafqaz silsiləsidir. Buradan keçən bu hissə. Bu isə Talış silsiləsidir. Talış dağları. Ümumi olmayan əlamətlərinə baxaq. Cavan dağlardır. Bəli, hər biri cavan dağlardır. Azərbaycandakı dağlar. Vulkanik süxurlar geniş yayılıb. Baxaq, ümumi olmayan əlamət. Ümumi olmayan əlaməti. Çünki biz bilirik ki, ümumiyyətlə ölkəmizdə Talış dağlarında, Kiçik Qafqaz dağlarında vulkanik süxurlar yayılıb. Böyük Qafqaz dağlarında vulkanik süxurlar demək olar ki, yayılmayıb. Az müşahidə edilir və yaxud da heç edilmir. Vulkanik süxurlar geniş yayılıb Talış dağlarında. Və Böyük Qafqaz dağlarına aid deyil. Ona görə B variantını götürə bilirik. Alp qırışıqlığında yaranıb, bəli, hər biri cavan dağdır, Alp qırışıqlığı. Meşələr geniş yayılıb. Talış dağlarında yəni dağ meşələr olmasa da düzən ərazilərində meşələr geniş yayılıb, həmçinin Böyük Qafqaz dağlarında da meşələr geniş ərazini tutur.
Meşələr geniş yayılıb, bol yağıntı düşür. Bol yağıntı da hər birində müşahidə edilir. Dağlıq ərazilərdə, istər Baş Qafqazda, istər Talış silsiləsində yağıntılar geniş yayılır. Yəni kifayət qədər yağıntı mövcud olur. Şollar düzü və Samur dəvəsi ovalığının yerləşdiyi tektonik zona, əlbəttə ki, Ön Qafqaz tektonik çökmə zonası. Bax, Ön Qafqaz tektonik çökmə zonasında. Bax, bu hissəyə baxın. Şollar düzü və nə? Samur dəvəsi ovalığı Ön Qafqaz tektonik çökməsində yerləşir. 15. Qarabağ düzü, Peştəsər silsiləsi və Qanı-Xəyrçay vadisinin müvafiq olaraq daxil olduğu tektonik zonalar. Qarabağ düzü yerləşir harada? Bax, bu hissədə. Sonra Peştəsər silsiləsi. Bax, Peştəsər silsiləsi yerləşir Talış regionunda. Sonra Qanı-Xəyrçay çökəkliyi bax, bu hissədə yerləşir. Bizdən nəyi soruşur? Bizdən soruşur ki, müvafiq olaraq hansı tektonik zonada yerləşirlər? Tektonik zonanı soruşur bizdən. Qarabağ düzü yerləşir harada? Kür tektonik çökmə zonasında. Hansı tektonik çökmədə? Qarabağ düzü yerləşir Kür tektonik çökmə zonasında. Bax, Kür tektonik çökmə zonası. Kür tektonik çökmə zonası. Sonra hara? Peştəsər silsiləsi yerləşir Talış dağlarında. Talış dağları, Kiçik Qafqaz dağları, Naxçıvanın dağlıq hissələri aiddir hara? Kiçik Qafqaz tektonik qalxmasına. Kiçik Qafqaz tektonik qalxmasına, Böyük Qafqaza yox. Kiçik Qafqaza. Sonra Qanı-Xəyrçay isə yoldaşlar, bax, bu hissələr Kür tektonik çökmə zonasına aiddir. Kür tektonik çökmə zonası. Pardadır, Kür tektonik çökmə zonası. Yəni D variantı. 16-ya baxaq. Acınohor Ceyrançöl öndağlığı, Talış dağları və yan silsilənin uyğun olaraq yerləşdiyi tektonik zonaları müəyyən edin. Acınohor Ceyrançöl yerləşir harada? Bax, bu hissədə. Bax, bu tektonik çökmə, tektonik zonaların xəritəsindən görsətsəm, bax, burada Acınohor Ceyrançöl yerləşir Kür tektonik çökmə zonasında. Talış dağları yerləşir Kiçik Qafqaz tektonik qalxmasında. Yan silsilə isə yerləşir Böyük Qafqaz tektonik qalxmasında. 17. Azərbaycanda tektonik sınma zonalarına aid olan əsas xüsusiyyətlər hansılardır? Baxaq, dağ yamacları dikdir. Tektonik proseslər intensiv gedir. Azərbaycanın tektonik sınma zonalarına. Bax, sınma zonaları. Misal üçün, Şamaxıda sınma zonası var. Dedik ki, burada daha zəlzələ və tektonik hərəkətlərin daha çox müşahidə edildiyi ərazidə ölkəmizdə. Seismik hadisələr. Eləmi? Bu ərazilərdə sınma baş verir. Tektonik proseslər daha intensiv gedir. Bəli. Çökmə süxurların qanlılığı çoxdur. Xeyr. Əksinə, dağlıq ərazilərdə çökmə süxurlar platformada daha çox olar. Tektonik proseslər zəif gedir. Xeyr. Əksinə, tektonik proseslər güclü gedir. Sonra nə var? Baxaq. Termal və mineral sular səthə çıxırmı? Bəli. Çat zonasında termal və mineral sular səthə daha yaxın olar. Ona görə 5 oldu bizim düzgün cavablar. Sonra 2 oldu. Dağ yamacları əlbəttə ki, diklikdə bəli müşahidə edilir. Ona görə 1, 2, 5. O da hansı variantdadır? 1, 2, 5 E variantında. 18-ci suala baxaq. Respublikamızda süxurların yayılma xüsusiyyətləri. Hansı xüsusiyyətlərinə görə ölkəmizin süxurları yayılıb? Baxaq. Böyük və Kiçik Qafqaz dağlarında Mezozoy erasının süxurları geniş yayılmışdır. Bəli, Mezozoyun Triasdan əlavə Yura və Tabaşir süxurları ölkəmizdə fikir verir. Yura süxurları ölkəmizdə Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağlıq hissələrində, Tabaşir isə Böyük və Kiçik Qafqaz dağlarının orta dağlıq ərazilərində geniş yayılıb. Baxaq indi, deyir, Böyük və Kiçik Qafqaz dağları, Mezozoy yaşlı süxurlar geniş yayılıb. Bəli, bax, burada görsəndiyi kimi hər biri geniş yayılıb. Qusar mailli düzənliyində vulkanik süxurlar üstünlük təşkil edirmi? Qusar mailli düzənliyində xeyr, vulkanik süxurlar üstünlük təşkil etmir. Sonra
Talış dağlarında və Acnohor Ceyrançöldə Mezozoy erasının suxurları geniş yayılmışdır. Mezozoy erasının suxurları Talış dağlarında və harada? Acnohor Ceyrançöldə xeyr. Talış dağı Mezozoy erasının suxurları Mezozoyun Trias, Yura, Tabaşir suxurlarına fikir verin. Mezozoyun Trias, Yura, Tabaşir fikir verin. Trias Sədərəkdə, Yura, Tabaşir də Böyük və Kiçik Qafqazın orta və yüksək dağlığında geniş yayılıb, yəni bildiyimiz. Sonra Xəzər dənizinin sahillərində 4-cü dövrün maqmatik suxurları geniş yayılmışdır. Xeyr, 4-cü dövrün Xəzər dəniz sahillərində maqmatik yox, çökmə suxurları desəydi, bəli, Xəzər dəniz sahillərində 4-cü dövrün çökmə suxurları geniş yayılardı. Misal üçün, bax bu hissəyə baxın. Bax fikir verirsiniz, geniş yayılıb 4-cü dövrün suxurları. Kür-Araz ovalığı və onu əhatə edən alçaq dağlıq ərazilərdə Kaynazoy erasının suxurları üstünlük təşkil edir. Bəli, Kür-Araz ovalığında və onu əhatə edən alçaq dağlıq ərazilərdə Kaynazoy erasının suxurları göründüyü kimi geniş yayılıb. Sürüşmələrin intensiv baş verdiyi dağ yamaclarında gilli suxurlar üstünlük təşkil edir. Bəli, sürüşmələrin intensiv olduğu dağ yamaclarında əksinə gilli suxurlar üstünlük təşkil edir. Bu da problem yoxdur, düz fikirdir. 1-5-6. Növbəti Böyük Qafqaz fiziki coğrafi vilayətində hansı geoloji dövrdə yaranmış suxurlara rast gəlinmir? Böyük Qafqaz fiziki coğrafi vilayətində hansı geoloji dövrdə yaranmış suxurlara rast gəlinmir? Baxaq. Neogen, Paleogen, Trias, Yura, Tabaşir. Böyük Qafqaz fiziki coğrafi vilayətindən danışır. Baxaq Böyük Qafqaza. Biz bilirik ki, ümumiyyətlə, Böyük Qafqaz fiziki coğrafi vilayətində, bax belə şifahidən deyək ki, bizə hansı geoloji dövrün suxurları daha çox yayılıb. Misal üçün, yüksək dağlıq ərazilər, Yura, orta dağlıq ərazilər, Tabaşir, sonra ümumiyyətlə Abşeron Qobustanda və Abşeron hissələrində 4-cü dövrün suxurları, sonra Abşeron Qobustan, daha doğrusu Abşeronda 4-cü dövr, bu Qobustan ərazilərində Neogen suxurlar geniş yayılıb. Ümumiyyətlə, Böyük Qafqazda demək olar ki, əksər dövrün suxurları yayılıb, yəni müşahidə edilir. Yalnız bax, burada verilən bir Paleozoy suxurları yayılmayıb demək olar ki, bu Paleozoy da burada yoxdur. Burada verilənlərdən Trias dövrünün suxurları, Trias yayılıb harada? Naxçıvanda Sədərək qalxmasında. Variantlarda verilən variantların içərisində. 20-ci suala baxaq. Qafqaz dağlarının əmələ gəldiyi qırışıqlıq, əlbəttə ki, Alp qırışıqlığı, Cavan dağlar və Alp qırışıqlığı. 21. Kür-Araz ovalığının yerində geniş düzənlik yaranmış və ərazi müasir xarici görünüşünü almışdır. Paleozoyun sonu, Kaynazoyun əvvəlində, belə deyim də, Kür-Araz ovalığında yayılan suxurlar hansı dövrün suxurlarıdır? Əsaslıqla hansı dövrün suxurlarını əhatə edir? Bəli, deyəcəksiniz ki, 4-cü dövr Kaynazoyun 4-cü dövr suxurları. Yəni Kaynazoy. Çünki həmin dövrdə Kaynazoy dövründə bu ərazilər sudan azad olub, quruya çıxıb və suxurlar yayılmağa başlayıb. Kaynazoyun sonunda 4-cü dövründə. Kaynazoyun bax 4-cü dövründə Kür-Araz ovalığı sudan azad olub və həmin suxurlar yayılmağa başlayıb. Sonuncu dövrdə Kaynazoyun sonunda. 22. Kiçik Qafqaz dağlarının Böyük Qafqazdan fərqli xüsusiyyətlərini müəyyən edin. Kiçik Qafqazın Böyük Qafqazdan fərqli. Vulkanik suxurların üstünlük olması, bəli. Kiçik Qafqazda vulkanik suxurlar üstündür. Böyük Qafqazda demək olar ki, vulkanik suxurlar müşahidə edilmir. Paleogen çöküntülərinin yayılması. Paleogen çöküntülərinin yayılması. Kiçik Qafqaz dağlarının Böyük Qafqazdan fərqli xüsusiyyətləri. Bu fərqli xüsusiyyət deyil də, biz bilirik ki, Paleogen dövrünün suxurları yayılıb harada? Yayılıb Talış dağları, Naxçıvan və Böyük Qafqazın cənub-şərq ətəkləri. Bax, ümumiyyətlə çox yerdə yayılıb. Bir dəqiqə bu Paleogeni tapaq. Bax, Talış dağları əsasən Naxçıvan, bax, kitabda cümlələr belə gedir. Bir də gedir Böyük Qafqazın cənub-şərq yamacları. Yəni, həm Böyük Qafqazda
həm də ümumiyyətlə bu Şah dağ silsiləsində də mövcuddur. Həm Kiçik Qafqaz dağlarında, həm Böyük Qafqaz dağlarında yayılıb bu süxurlar. Yəni bu fərqli xüsusiyyət deyil də, oxşar xüsusiyyətdir. Ona görə ikini götürə bilmirik. Daha qədim süxurların səthə çıxması. Kiçik Qafqazda bəli daha qədim süxurlar. Hansı dövrün süxurları? Əsrikçay, Zəyəmçay hövzəsi. Bəli, bax bu hissələr Böyük Qafqaza baxanda daha qədimdir. Kiçik Qafqaz. Qeyri-filiz faydalı qazıntıların bolluğu. Xeyr, əksinə qeyri-filiz üstündür Kiçik Qafqazda. Zirvələrinin çox hündür olması əsla. Böyük Qafqazın zirvələri Kiçik Qafqazdan daha yüksəkdir. Filiz mənşəli faydalı qazıntıların zənginliyi bəli. Filizlər dediyimiz kimi Kiçik Qafqazda daha çox yayılıb. 1, 3, 6 belə variant varmı? Bəli, var. C variantı. 23. Azərbaycanda böyük və kiçik Qafqaz dağları üçün ümumi olmayan cəhət. Ümumi olmasın. Böyük və kiçik Qafqaz dağları üçün ümumi olmasın. Baxaq. Effuziv süxurların geniş ərazi yayılması. Effuziv süxurlar bilirik ki, biz maqmatik süxurlar iki yerə bölünür. İntruziv, bir də effuziv. Yəni maqmatik süxur. Effuziv səthə çıxan maqmatik süxurlardır. Biz də bayaqdan bir neçə dənə misalda demişik ki, məsələdə. Demişik ki, Böyük Qafqazda maqmatik süxurlara, ümumiyyətlə vulkanik süxurlara rast gəlinmir. Burada da deyir ki, Azərbaycanda Böyük və Kiçik Qafqaz dağları üçün ümumi olmayan bəli, effuziv süxurların geniş ərazidə yayılması. Effuziv süxurlar Kiçik Qafqazda müşahidə edilir, Böyük Qafqazda müşahidə edilmir. Davam eləyək. 24-cü suala baxaq. Azərbaycan ərazisində sürüşmələrin daha geniş yayıldığı ərazilər. Sürüşmələr ölkəmizdə biləsiniz ki, daha çox yayılıb Böyük Qafqaz dağlarında, baş suarcı silsiləsində, yan silsilədə sürüşmələr daha çox müşahidə edilir. Ümumiyyətlə, Böyük Qafqaz dağlarında sürüşmələr Kiçik Qafqaza nisbətən daha çoxdur. Çünki Böyük Qafqazda dağların ya meyilli olan yamaclarında müəyyən bir dərinlikdən sonra su keçirməyən süxurlar aşağıda dərinlikdə daha üstünlük təşkil edir. Ona görə su keçirən layların üzərində su keçirən lay, daha doğrusu süxurlar, çökmə süxurlar su keçirməyən layın üzərində yayılır və yağıntılar yağan zaman həmin ərazilərdə sular dərinlicə hobaraq gedib su keçirməyən layla çökmə qat arasında bir sürüşkənlik əmələ gətirir. Ona görə sürüşmələr daha çox olur. 25. Respublikamızda süxurların yayılma xüsusiyyətlərini müəyyən edin. Böyük və Kiçik Qafqazda Mezozoy erasının süxurları geniş yayılmışdır. Bəli, Mezozoyun Tabaşir, Yura, Tabaşir süxurları bəlli məsələdir ki, geniş yayılıb. Qusar mailli düzənliyində vulkanik süxurlar üstünlük təşkil edir. Xeyr, ön Qafqaz çökməsində vulkanik süxurlar yoxdur. Həmçinin Böyük Qafqaz qalxmasında da. Talış və Acınahor Ceyrançöl zonasında Paleogen erasının süxurları geniş yayılıb. Bəli, Talış dağları, Acınahor, Talış dağları, bax bir dəqiqə, bax bu hissəyə baxaq. Talış və Acınahor Ceyrançöl zonasında Paleozoidir, elə bilirəm Paleogendir, baxmaq istəyirdim. Talış və Acınahor Ceyrançöldə Paleozoyun süxurları yayılmayıb. Paleozoyun süxurları yayılıb Əsrikçay, Zəyəmçay hövzəsi, Zəngəzur silsiləsi, Sədərək qalxması, yəni bu ərazilərdə yayılıb. Xəzər dənizinin sahillərində 4-cü dövrün maqmatik süxurları yayılmışdırmı? Xəzər dənizinin sahillərində 4-cü dövrün maqmatik yox. Çökmə süxurlar yayılır. Çökmə süxur yayılır. Maqmatik süxur yox. Kür-Araz ovalığı və onu əhatə edən alçaq dağlıq ərazilərdə Kaynazo erasının bütün dövrlərinə aid süxurlar yayılmışdır. Ümumiyyətlə, Kür-Araz ovalığında onu əhatə edən, misal üçün, burada Bozdağ olsun, ümumiyyətlə, Kür-Arazda yerləşən bəzi silsilələrdə Kaynazo erasının bütün dövrlərinin süxurları antropogen, neogen, paleogen mövcuddur, yəni ki. Növbəti 26-cı suala baxaq. 4-cü dövrün süxurlarının deyir geniş yayıldığı ərazilər. 4-cü dövr, bax bu xəritədə gördüyünüz ərazi.
Dördüncü dövrün süxurlarıdır. Harada geniş yayılıb? Baxın. Variantlara Küraraz ovalığı, bəli, geniş yayılıb Kürarazda. Samur dəvəçi ovalığı, bəli, geniş yayılıb. Lənkəran ovalığında müəyyən qədər bax bu hissələrdə də yayılığı var, bəli. Murovdağ silsiləsində mi? Xeyr, Murovdağ silsiləsində geniş yayılmıyor. Peştəsər silsiləsində mi? Xeyr, geniş yayılmıyor. Sədərək qalxmasında mı? Xeyr, geniş yayılmıyor. 1, 3, 5, yəni B variantı. 27. Sürüşmə prosesi əsasən hansı amillə bağlıdır və Respublikamızın hansı hissəsində daha geniş yayılmışdır? Bundan əvvəl bunu sizə izah elədim. Deyir, yeraltı sular Böyük Qafqazın cənub və şərq yamaclarında süxurlar arasında sürüşkənlik əmələ gətirir. Su keçirməyən süxurla çökmə süxur arasında sürüşkənlik əmələ gətirir həmin bu yeraltı sular və sürüşmələr baş verir. Bunun səbəbi budur. 28. Azərbaycanda qədim süxurların səthə çıxdığı əraziləri müəyyən edin. Qədim süxurlar ölkəmizdə hansı ərazilərdə səthə çıxmışdır? Bax bu hissələr. Tovuzda Əsrik çay Zəyəmçay hövzəsi, bir də misal üçün Zəngəzur silsiləsi, Sədərək qalxması. Hansı variantda var ular? Küraraz ovalığı yox, Talış dağları yox, Sədərək qalxması, Zəyəmçay, Tovuzda Əsrik çay Zəyəmçay hövzələri. Bax bu hissələr. 29. Kaynazoy erasının 4-cü dövr yaşlı alluvial dəniz mənşəli çökmə süxurlarının daha geniş yayıldığı fiziki coğrafi rayonlar. 4-cü dövrün süxurlarının geniş yayıldığı fiziki coğrafi rayonları soruşur. Əlbəttə ki, Küraraz fiziki coğrafi rayonu Samur dəvəçi ovalığında 4-cü dövrün süxurları göründüyü kimi geniş yayılıb. Artıq bax bu xəritə üzərində, bax bu əməyinə görə çox sağ olsun. Bu da Osman müəllimin xəritələridir, düzəltdiyi xəritələr. Bax buradan hər şey aydın görsənir. Növbəti 30. Kiçik Qafqaz, Böyük Qafqaz və Kür tektonik zonalarına uyğun gələn relyef vahidlərini müvafiq ardıcıllıqla müəyyən edin. Kiçik Qafqaz, Böyük Qafqaz və Kür tektonik zonası. Baxaq bir-bir. Şərqi Göyçə silsiləsi. Bir dəqiqə xəritənin o hissəsini açaq. Şərqi Göyçə silsiləsi, fikir verin. Hansı zonaya aiddir? Kiçik Qafqaza aiddir, bəli, aiddir. Şollar düzü. Şollar düzü ön Qafqaz çökməsinə aiddir. Bizə ikinci Böyük Qafqaz olmalıdır. Ona görə A olmaz. Qarabağ silsiləsi, hara aiddir? Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bəli, bu olar. Yan silsilə Böyük Qafqaz tektonik qalxmasına aiddir, olar. Sonra Qarabağ düzü, bax bu hissə isə Kür tektonik çökməsinə aiddir. Xeyr. Şollar düzü, bax bu hissədə oldu, hara? Ön Qafqaz tektonik çökməsinə, ona görə B-də olmur. Murovdağ silsiləsi, bax bu hissədə Kiçik Qafqaz tektonik qalxması. Qobustan alçaq dağlığı oldu, hara? Böyük Qafqaz tektonik qalxması. Sonra hansıdır? Sonra Qanı Xəyrəçay çökəkliyi, bax bu hissələr isə Kür tektonik çökməsi, ona görə C variantı. D-yə baxaq, Talış dağları oldu, hara? Kiçik Qafqaz tektonik qalxması, bəli, Talış dağları Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Qanı Xəyrəçay çökəkliyi Kür tektonik çökməsinə aiddir. Böyük Qafqaza yox, olmaz. Murovdağ silsiləsi oldu Kiçik Qafqaz tektonik qalxması. Qanı Xəyrəçay Küraraz çökməsi. Y variantına baxaq, bir də mən D-yə baxıram. Murovdağ silsiləsi Kiçik Qafqaza, bəli. Qobustan alçaq dağlığı Böyük Qafqaz tektonik qalxma zonasına, bəli. Şərur düzü isə oldu Araz Cavan çökməsinə aiddir, yəni. Kür tektonika aid deyil, ona görə Y olmaz. Növbəti. Kiçik Qafqaz, Böyük Qafqaz və Kür tektonik zonalarına uyğun gələn relyef vahidlərini müvafiq ardıcıllıq istəyir bizdən, düzək. Eyni qayda. Fikir verin, Şahdağ silsiləsi. Yoldaşlar, Şahdağ bir zirvəsi var, bir də var Şahdağ silsiləsi. Şahdağ silsiləsi yerləşir Kiçik Qafqaz tektonik qalxma zonasında. Sonra Qovdaq silsiləsi, Qovdaq Niyallaq silsiləsi
Böyük Qafqaz tektonik qalxma zonasına aiddir. Oldu bu da. Yayçı düzü isə Gülüstan, Yayçı, Ordubad düzləri isə Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Yəni Kür tektonik çökməsinə yox, ona görə olmaz. Talış dağları oldu Kiçik Qafqaz tektonik qalxmasında, bəli. Sonra Ceyrançol, Acınohor alçaq dağlığı Kür tektonik çökməsindədir. Böyük Qafqazda yox, ona görə B də olmaz. Murovdağ silsiləsi oldu Kiçik Qafqaz tektonik qalxma zonasında. Sudur silsiləsi Böyük Qafqaz tektonik qalxmasında. Bax bu hissədə. Rusiya ilə sərhəddə. Sonra Qarabağ vulkanik yaylası Kiçik Qafqaz tektonik qalxmasında, C-də olmaz. Ona görə Şahdağ silsiləsi oldu harada? Kiçik Qafqaz tektonik qalxma zonasında. Bax bu hissədə olar. Niyaldağ silsiləsi, bax bu hissədə Qovdağ Niyaldağ silsiləsi Böyük Qafqaz olar. Ceyrançol, Acınohor alçaq dağlığı isə Kür tektonik çökməsində olar, D variantı. Növbəti bir-birindən tektonik sınmalarla ayrılan ərazilər. Tektonik sınmalarla ayrılan ərazilər B variantına baxın. Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan düzü. Bunlar bir-biri ilə sınmalarla ayrılır. Abşeron, Qobustan, bax bu hissələrlə, bax bu Cənub-Şərqi Şirvan düzü bir-birindən bu hissədən sınma ilə ayrılır. Yəni Böyük Qafqazla Kür tektonik çökməsi bu hissədə bir-birindən sınırlar, göründüyü kimi. Növbəti, Respublikamızın ərazisinin geoloji inkişafı üçün səciyyəvi olmayan əlamətləri müəyyən edin. Baxaq. Kiçik Qafqaz tektonik zonası sayca daha çox təbii vilayəti əhatə edir. Hansı təbii vilayəti əhatə edir? Baxaq. Bu fikir düzgün fikirdir. Kiçik Qafqaz tektonik qalxma zonası hansı ərazilərdə yerləşir? Bax bu ərazilərdə yerləşir, eləmi? Bax bu hissələr. Hansı təbii vilayətlərdə yerləşir? Naxçıvanda yerləşir. Sonra Kiçik Qafqaz zonasında yerləşir. Bir də Talış dağlar, Talış zonasında. Ümumiyyətlə 3 dənə belə deyim də təbii vilayətdə yerləşir bu tektonik zona. Digərlərinə baxanda daha çox tektonik zonada yerləşir. Bu düz fikirdir. Bizə aid olmayan lazımdırsa ona görə biri götürə bilmirik. 4-cü dövrə aid olan effuziv süxurlar bütün təbii vilayətlərdə yayılmışdır. Xeyr, bu yanlış fikirdir. 4-cü dövrün süxurları, yəni effuziv süxurları, misal üçün Böyük Qafqazda, Ön Qafqaz çökmə zonasında yayılmayıb. Yəni həmin ərazilərdə vulkanik süxurlar mövcud deyil. Bizə aid olmayan, yanlış lazım olduğu üçün ona görə 2-ni götürürük. Növbəti, Böyük Qafqazın cənub-şərqində paleozoy yaşlı süxurlara rast gəlinir. Böyük Qafqazın cənub-şərqində paleozoy yox, paleogen yaşlı süxurlara rast gəlinir. Paleozoy yox. Aydındır, bu da yanlış olduğu üçün 3-ü də götürürük. Litosfer tavalarının konvergent sərhədində yerləşməsi ərazinin fəal seismikliyinə səbəb olur. Bəli, ölkəmiz toqquşmada yerləşdiyi üçün konvergentdə seismik ərazidir. Neogen dövrünün çöküntüləri əsasən alçaq dağlıqda yayılmışdır. Bəli, Neogen dövrünün çöküntüləri harada yayılır? Bax bu hissəyə baxın. Nisbətən alçaq dağlıqlarda yayılır. Fikir verirsiniz. Alçaq dağlıqlarda əsasən yayılıb. Düz fikirdi, götürə bilmirik. Ən qədim süxurlar Lənkəran ovalığında daha çox yayılıb. Xeyr, Lənkəran ovalığında əsasən 4-cü dövrün ən cavan süxurlar yayılıb. Yəni yanlış fikirdir. Götürürük. Ceyrançol, Acınohor alçaq dağlığı, Zəngəzur dağları və Ləngəbi silsiləsi müvafiq olaraq aid olduğu tektonik zonanı bizdən soruşur. Baxaq. Ceyrançol, Acınohor alçaq dağlığı harada yerləşir? Ceyrançol, Acınohor alçaq dağlığı yerləşir Kür dağarası çökmə zonasında. Bax bu hissədə. Kür dağarası çökmə zonası. Zəngəzur dağları bax bu hissədə. Kiçik Qafqaz tektonik qalxma zonasında. Sonra
Ləngəbiz silsiləsi isə Ləngəbizdir, Dübrardır. Bax bu hissədə Ləngəbiz. Bax bu hissələrdə bunlar isə yerləşir Böyük Qafqaz tektonik qalxma zonasında. Ona görə A variantı düzgün variantdır. Növbəti suala baxaq. Xəritə sxemdə verilən fiziki coğrafi rayonların ümumi əlamətlərini müəyyən edin. Hansı əlamətləri var? Fikir verin bu hissəyə. Söhbət buradan gedir, eləmi təxminən? Hər ikisi eyni tektonik zonada. Hansı tektonik zonada? Kiçik Qafqaz tektonik zonasında yerləşir. Eləmi? Bəli. Sonra landşaft inversiyası müşahidə edilir. Xeyr, inversiya landşaft biosfer bölməsində keçəcək, bunu Talış dağlarında müşahidə edilir. Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bəli, cavab B variantı. Polimetal ehtiyatlarına malikdir. Xeyr, polimetal ehtiyatları Naxçıvanda var, Talışda yoxdur. Sarı torpaqlar geniş yayılıb, Talışda var, Naxçıvanda yoxdur. Ən hündür zirvəsi 3000 metrdən yüksəkdir. Xeyr, Naxçıvanda 3904 metr, ümumiyyətlə qapıcı var. Talış dağlarının ən hündür zirvəsi Gömürgöydür, 2493 metr, yəni 3000-dən aşağıdır. Uyğunluğu müəyyən edin. Paleozoy, Mezozoy və Kaynazoy. Zaqatala, Lahıc və Qonaqkənd fiziki coğrafi rayonları. Zaqatala, Lahıc, Qonaqkənd fiziki coğrafi rayonları. Hansı dövrün süxurları yayılıb? Bax bu ərazilər Zaqatala, Lahıc fiziki coğrafi rayonu, bax bu ərazi. Bir də Qonaqkənd. Hansı dövrün süxurları yayılıb? Böyük Qafqazın orta və yüksək dağlığı. Sizdən soruşuram, hansı dövrdür? Bəli, düz deyirsiniz, Mezozoy dövrüdür. Sonra Dərəliyyət silsiləsi və Sədərək qalxması. Hansı dövrdür Dərəliyyət silsiləsindən Sədərək qalxması? Bəli, bax bu hissəyə baxın. Dərəliyyət silsiləsi və Sədərək qalxması. Hansı dövrdür? Əlbəttə ki, Paleozoy dövrüdür. Paleozoy, yəni B getdi 1-ə. Qarabağ və Murovdağ silsilələri. Qarabağ silsiləsindən, bax, Murovdağ silsilələri. Bunlar aiddir Qarabağ, Murovdağla Qarabağ silsilələri. Ümumiyyətlə, Böyük və Kiçik Qafqazın yüksək dağlığı, orta dağlığı. Hansı dövrdür? Bəli, Mezozoyun Yura və Tabaşir dövrünün süxurlarıdır. Talış dağları və Acınahor Ceyran çöldüzü. Talış dağlarında və Acınahor Ceyran çöldə Kaynazoy dövrünün süxurları yayılıb. Acınahor Ceyran çöldə və Talış dağlarında Kaynazoyun süxurları mövcuddur. Yəni, misal üçün Talış dağlarında Paleogen dövrünün, Kaynazoyun Paleogenidir. Bax bu hissələrə baxın. Talış dağlarında nə idi? Kaynazoyun Paleogenidir. Sonra Acınahor Ceyran çöldə isə Kaynazoyun nə idi? Neogenidir. Ona görə Kaynazoydur ümumiyyətlə. D getir Kaynazoya. Sonra Samur Dəvəçi ovalığı və Şollar düzü. Samur Dəvəçi ovalığından Şollar düzü isə hansına aiddir? Kaynazoyun 4-cü dövrünün süxurları. Əsrik çayın və Zəyəm çayın hövzələri isə ən qədim süxurlar, yəni Paleozoy. Tovuzda Əsrik çay, Zəyəm çay Paleozoya aiddir. Bax belə. 1-ə B, F, 2-yə A, C, 3-ə də D ilə Y. Növbəti 37-yə baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ön Qafqaz çökməsindən Kür çökməsin soruşur bizdə. Geosinklinal qurşağın tektonik əyilmə zonalarıdır. Bəli, ön Qafqazla Kür tektonik çökməsi əyilmə zonasında yerləşir, oxşarlıqdır. Yodlu, bromlu mədən suları yayılmışdır. Daxildir 2-yə. Hansı ərazilərdə yodlu, bromlu mədən suları Səlyan Neftçala zonasında yayılıb? Bunu bilmiş olasınız. Sonra ərazisinə daha çox fiziki coğrafi rayon daxildir. Ən çox fiziki coğrafi rayonu olan ərazi Kür çökməsidir. Hansı? Kür çökməsi. Ərazisinə daha çox fiziki coğrafi rayon. Bəli, Kür çökməsində çox fiziki coğrafi rayon var. Digər tektonik zonalardan fərqli olaraq.
Turizm rekreasiya imkanları daha genişdir. Ön Qafqazla Kür tektonik zonasında turizm rekreasiya ehtiyatları Ön Qafqazda daha çoxdur. Ön Qafqaz dəniz sahili mövqeyi və turizm cəhətdən daha əlverişlidir. Samur dəbəsi ovalığının uyğun gəldiyi tektonik zona bəli Ön Qafqaz zonasıdır. Səthi Kaynazoy erasının süxurları ilə yayılmışdır. İstər Kür tektonik, istər Ön Qafqaz, fikir verin. Kür tektonik, Ön Qafqaz, hər birində Kaynazoy yaşlı süxurlar yayılıb. Bu da oxşarlıqdır 6. Növbəti suala baxaq. 38-ci sualımıza. Böyük Qafqaz dağlarında mütləq hündürlüklə süxurların geoloji yaşı arasındakı əlaqə. Böyük Qafqazda ətəkdən yüksəkliyə getdikcə süxurların yaşı qədim olur. Artır süxurların yaşı. Biz bilirik ki, Böyük Qafqazda yüksək dağlıqlar Yura daha qədimdir, Mezozoin Yura, orta dağlıq Tabaşir, aşağı hissələrə gəldikcə Kaynazoy süxurlardır. Yəni bir sözlə yüksəkliyə doğru getdikcə süxurların yaşı da nə edir? Artır. Yəni yüksəklik artır, süxurların yaşı da artır. Yəni bu riyaziyyatda necədir? Düz mütənasib. Sizdən soruşuram, düz mütənasibin də diaqramı hansıdır? Deyəcəksiniz, bəli, müəllim, A variantı. Çünki bu düz mütənasibdir. Yüksəklik artır, yüksəklik fikir verin, süxurların yaşı da artır. Bu tərs mütənasibin diaqramıdır. 39. Azərbaycanda Yura və yaşlı süxurların yayıldığı ərazilərə uyğun gələn eksogen xarici qüvvələrin yaratdığı relyef formaları. Bax, Yura, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində nə var? Bəli, həmin ərazilərdə buzlaq mənşəlli, nival, buzlaq mənşəlli relyeflər üstünlük təşkil edir yüksək dağlıqlarda. Abrazyon düzənliklər dalğaların fəaliyyətidir. Gətirmə konusları çayların düzənliklərə çıxan hissələridir. Arid dendasyon quraq ərazilərdir, yarım səhra. Alluvial, piroluvial da düzənliklərdə çay çöküntüləridir. Nival buzlaq yüksək dağlıqda buzlaqların relyefidir, yaratdığı yəni relyef forması. 40. Azərbaycan Respublikasında ən qədim süxurların yayıldığı tektonik zona. Ən qədim süxurlar harada yayılıb ölkəmizdə? Bəli, Tovuzda, Əsrik çay və Zəyam çay hövzələrində. Həmin zonalar hansı tektonik zonada yerləşir? Deyəcəksiniz, bəli, Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Kiçik Qafqaz tektonik qalxma zonası. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Böyük Qafqaz tektonik qalxma zonası ilə Kiçik Qafqaz tektonik qalxma zonasının Venn diaqramında müqayisəsini istəyir. Yüksək dağlıq ərazilərdə Yura dövrünün süxurları yerləşir. Biz də bilirik ki, Yura dövrü həm Böyük Qafqaz, həm də Kiçik Qafqazın yüksək dağlıq ərazilərində yayılıb. Bu bəlli məsələ. Yəni bir oxşarlıqdır. Ərazisində psevdovulkanlar yayılıb, yəni yalancı vulkanlar. Palçıq vulkanlar harada yayılıb? Böyük Qafqaz tektonik qalxma zonasında, Abşeron Qobustanda. 2 aid olduğu Böyük Qafqaza. Paleozoin qədim süxurlarına rast gəlinir. Paleozoin qədim süxurları Kiçik Qafqaz tektonik zonasına aiddir. Paleozoin süxurlarına baxaq. Paleozoin, Tovuz çay, Əsrik çay, Kiçik Qafqaz tektonik qalxma zonası. Ərazisində sönmüş vulkanlar mövcuddur. Bəli, Qarabağ vulkanik yaylasında, yəni Kiçik Qafqaz tektonik qalxmasında sönmüş vulkanlar mövcuddur. Fəal seismik zona aiddir. Bəli, Azərbaycan ümumiyyətlə fəal seismik zonada yerləşir. Yəni oxşarlıqdır 5. Tektonik qalxmanın davamı Xəzər dənizindən Türkmənistan sahillərinə qədər gedib çıxır. Söhbət Böyük Qafqaz tektonik qalxma zonasından gedir. 42-ci sual. Xəritə sxemdə A-dan B-yə doğru geoloji süxurların yaşına görə düzgün sırasını müəyyən edin. A-dan hara doğru? A-dan B-yə doğru. Baxaq. A. Təxminən Kiçik Qafqazın yüksək dağlıq. Misal üçün Murovdağ silsiləsi. Bax bu hissələr.
Bu hissə bilir ki, Murovdağ silsiləsi yerləşir. Təxminən Murovdağda hansı dövrün süxurlarıdır? Bəli, Yura dövrü. Böyük və Kiçik Qafqazda fikir ver, bu hissədə Yura dövrünün süxurlarıdır. Sonra Yuradan sonra Orta Dağlıq gəlir. Hansı süxurlar? Tabaşir dövrü. Orta Dağlıq, hara? Tabaşir dövrünün süxurları. Sonra gəlir hansı? Ümumiyyətlə Paleogen dövrünün süxurları. Baxaq, bir də bax bu hissələrə baxaq. Paleogen süxurlar. Sonra gəlir hansı dövrün süxurları? Qarabağ vulkanik yaylasında isə yoldaşlar 4-cü dövrün süxurları yayılıb. Yəni Beyə çatanda Qarabağ vulkanik yaylasına çatır. 4-cü dövrün süxurlarının yayıldığı ərazilərə çatır. Ona görə A variantı. 43-ə baxaq. Xəritə sxemdə A-dan B-yə doğru süxurların yaşına görə düzgün sırasını müəyyən edin. İndi A-dan B-yə soruşur. A dedik ki, Qarabağ vulkanik yaylası. Hansı dövrün süxurları? 4-cü dövrün süxurları. Qarabağ vulkanik yaylası 4-cü dövrün süxurları. Sonra gəlir Paleogen süxurlar. Sonra gəlir Tabaşir. Yüksək dağlıqda isə Yura. Paleogen, Tabaşir. Paleogen. Tabaşir. En son daha doğrusu başlayır hansından 4-cü dövrün süxurları ilə 4-cü dövrün süxurları 4-cü dövrün sonra Paleogen, sonra Tabaşir, en sonda isə yüksək dağlıqda Yura dövrünün süxurları. 4-cü dövr Paleogen, Tabaşir və Yura, yəni D variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Böyük Qafqaz qalxması ilə Kiçik Qafqaz qalxması, bir də Kür tektonik çökməsindən danışır. Sərhədləri tektonik qırılmalar boyu keçir. Bu, ümumiyyətlə hər birinə oxşar xüsusiyyətdir, yəni oxşarlıqdır. Fikir versəz, bu hissələrdə, misal üçün, Böyük Qafqazla Kür tektonik çökməsində də sərhədləri sınma zonasından keçir. Bax, bu hissədə sınma zonası var. Həmçinin Kür tektonik çökmə zonası ilə Böyük Qafqaz arasında da, Kiçik Qafqaz arasında da nə zonası var? Sınma zonası var. Sərhədləri tektonik qırılmalar boyu bir-biri ilə ayrılır. Əlbəttə ki, bu oxşar xüsusiyyətdir. Yəni A gedəcək 4-ə. 4-ə gedəcək nə? A. Mezozoy erasının süxurları yayılmışdır. Mezozoyun Yura və Tabaşir süxurları harda yayılıb? Böyük və Kiçik Qafqazın yüksək dağlığında, orta dağlığında isə Tabaşir dövrünün süxurları yayılıb. Yəni Böyük Qafqaz və Kiçik Qafqaza 1-ə gedəcək B. Sonra ərazisindən Tərtərçay axır. Tərtərçay hansı zonadan keçir? Bax, bu hissələrdən. Deməli, Kiçik Qafqaz tektonik zonası ilə Kür tektonik çökməsinə, Kiçik Qafqaz qalxması Kür çökməsindən keçir nə? Tərtərçay. S gedəcək 2-yə. Seismik cəhətdən aktiv ərazilər deyil. Seismik cəhətdən aktiv ərazilər deyil. Xeyr, ümumiyyətlə Azərbaycan seismik cəhətdən hər yeri aktiv ərazilərdir. Ona görə D heç birinə aid edilə bilməz. Ümumiyyətlə D Azərbaycana aid edilə bilməz. Palçıq vulkanları yayılmışdır. Palçıq vulkanları harda yayılıb? Yayılıb Böyük Qafqaz qalxması, bir hissəsi isə Kür tektonik çökmə zonasında palçıq vulkanları yayılıb. E də getdi 3-ə. Ona görə də variantımız olur 1-ə B, 2-yə C, 3-ə Y, 4-ə A, B variantı. 45-ə baxaq. Xəritə sxemdə rəqəmlərlə verilən məntəqələr üçün səciyyəvi olan xüsusiyyətləri geoloji yaşının süxurları geoloji yaşının artması ardıcıllığı ilə müəyyən edir. Süxurların yaşının artma ardıcıllığını bizdən soruşur. Artma ardıcıllığı olsun. Ən cavan süxurlar ən sonda sudan azad olmuş hissələrdir. Dənizin dibindən azad olmuş hissələr. Təxminən bax bu hissələr. Ən çökək ərazilər ən sonda sudan azad olub, suyun səthinə çıxıb və buralar ən sonuncu dövrün süxurları bax bu hissələrdə yayılıb. Yəni 2-də. Arada bax burada 2-də. Sonra gəldik
Bax, Böyük Qafqaz dağlarında yüksək hissələrdir Mezozoyun Yura dövrüdür. Bunlar daha sonra olacaq. Sonra hansı var? Bax, bu hissələr Neogen dövrü. Qobustan, Abşeron, Qobustan, Acınahor, Ceyrançöl, Qobustan, Abşeron, bir də Qusar maylı düzənliyi Neogendir. Hansı dövrün süxurları hesab edilir həmin ərazilər? Neogen dövrü. Sonra 3-də isə bəlli məsələdir ki, Tovuzda Əsrikçay və Zəyəmçay hövzələri görsədilir. Bax, bu 2 oldu hansı dövrün? 4-cü dövrün süxurları ən cavan. Sonra gəldik, bax bu hissələr. Bu Kaynazoyun Neogen dövrünün süxurlarıdır. Hansı dövrün? Neogen dövrün. Bax, bu xəritələrə baxsaz, görəcəksiniz. Bax, Neogen dövrünə baxın bir dənə. Bax, söhbət gedir bu hissələrdən. Neogen dövrü. Ceyrançöl, Acınahor. Sonra gəldi hansı? Yura dövrü. Hansı dövr? Bax, Yura dövrü. 3 Yura süxurlarıdır. Yura süxurları da harda yayılıb? Yura yayılıb Böyük və Kiçik Qafqazın bir dəqiqə yüksək dağlıq hissələri. Fikir verin, misal üçün Baş Qafqaz silsiləsi. Ən qədim isə Tovuzda Əsrikçay, Zəyəmçay hövzələri hesab edilir. 46. Ən qədim süxurların yayıldığı əraziləri müəyyən edin. Artıq bir neçə dəfə eləmişik bunu. Tovuzda Əsrikçay, Zəyəmçay hövzələri, bir də Sədərək qalxması. Paleozoy dövrünün süxurları 2 və 5. Növbəti sual 47. Ən cavan çökmə süxurların yayıldığı əraziləri müəyyən edin. Cavan ərazilər hansılardır? Baxaq. 1 oldu nə? 4-cü dövrün süxurları. 3 hansı? 4 aid idi hara? Yura. Yəni Mezozoyun Yura. 5 Tovuzda Əsrikçay, Zəyəmçay. Həmçinin 2 Zəngəzur silsiləsi. 3 isə dəniz sahili Lənkəran ovalığı 4-cü dövrün süxurları. 1 ilə 3 ən cavan 4-cü dövrün süxurları hesab edilir. 48. Nə soruşur bizdən? Azərbaycanda hansı geoloji dövrlərə aid çöküntülər daha geniş yayılmışdır? Əlbəttə ki, daha geniş yayılan hansı dövrün süxurlarıdır? Baxın, Kaynazoy 4-cü dövrün süxurları. Hansı süxurlar? Paleogen, Neogen və Antropogen. Paleogen 4-cü dövrün süxurları daha geniş yayılıb ölkəmizdə. Baxaq indi bir-bir. 4-cü dövrün, daha doğrusu Kaynazoy dövrünün süxurları. Paleogen süxurlar harada? Talış dağları və Naxçıvanda çox yayılıb. Sonra Yura, Böyük və Kiçik Qafqazda geniş ərazilər əhatə eləyir. Bax, Yura dövrünün süxurları. Təbaşir, həmçinin Təbaşir, belə deyək də, Böyük və Kiçik Qafqazın orta dağlı ərazilərini əhatə edir. Yerdə qalan bu Kembri, Daşkömür, Devon isə Paleozoy dövrünün, Paleozoy erasının dövrlərdir. Onlar da ölkəmizdə daha az əraziləri əhatə edir. İndi burada göründüyü kimi. Növbəti 49. Azərbaycanda hansı geoloji dövrlərə aid çöküntülər daha az yayılmışdır? Əlbəttə ki, Paleozoyun dövrləri. Perm, Daşkömür, Devon, Silyur, Orduvik, Kembri. Perm, Daşkömür, Devon, Silyur, Orduvik, Kembri geoloji dövrünün süxurları daha az yayılıb. 50. Doğru olmayan sıraları müəyyən edin. Baxaq, tektonik zona və ərazi. Araz cavan platforması, orta Araz əyilməsi. Kür-Araz ovalığı. Tektonik zonanı deyir, ərazini deyir. Araz cavan platforması, orta Araz əyilməsi və ərazi haradır? Kür-Araz ovalığı. Baxaq, bir dəqiqə bu hissələrə baxın, yoldaşlar. Araz cavan platforması harada yerləşir? Bax, bu hissədə. Burada Kür-Araz ovalığı var. Xeyr, Kür-Araz ovalığı haradadır? Bu hissədə. Yəni, tektonik zona ilə ərazi uyğun gəlmir bir-birinə. Bizə uyğun gəlməyəni, uyğun olmayanı soruşursa, elə bax, bu birdə uyğunluq pozulub. Sonra, Kiçik Qafqaz qalxması, Murovdağ silsiləsi. Bax, bu hissə Kiçik Qafqaz qalxmasıdır. Bu hissələr bilirik də. Daha doğrusu Naxçıvanın da dağlıq əraziləri. Bu hissə Murovdağ, bəli.
uyğun gəlir. Ona görə 2-ni götürmürük. Böyük Qafqaz qalxması Acnohor ön dağlığı. Böyük Qafqaz qalxması, bax bu hissələr. Acnohor Ceyrançöl isə yerləşir bu hissələrdə. Kür ərazidə yerləşir. Yanlışdır. Yanlış olduğu üçün 3-ü də götürürük. Ön Qafqaz çökməsi nə yerləşir burada? Şollar düzü. Bəli, problem yoxdur. Ön Qafqazda nə yerləşir? Şollar düzü. Problem yoxdur. Kür çökməsi Muğan düzü. Kür çökməsi haradadır? Bax bu hissələr Kür çökməsidir. Bəli. Muğan düzü də yerləşir bax bu hissədə. Problem yoxdur. 51. Ərazidə seismik fəallığın müşahidə olunması və çökmə süxurların yayılması psevdovulkanizm, yəni yalancı vulkanların proseslərinə təkan verir. Nəticədə püskürmə məhsulu kimi səthə qaynar gil palçı kütləsi olan salıza çıxır. Bəli, burada da problem yoxdur. Mətnlə bağlı olan coğrafi obyektləri müəyyən edin. Baxaq. 1. Söhbət bir sözlə burada gedir nədən? Palçıq vulkanlardan söhbət gedir. Hansı palçıq vulkanlar var ölkəmizdə? Qalmaz, bəli, palçıq vulkandır. Qızılboğaz yerləşir Laçında, sönmüş vulkandır. Necə vulkan? Sönmüş vulkandır. Həmçinin Pəri Çınqıllı, Ayı Çınqıllı, bunlar böyük işıqlı, sönmüş vulkanlar hesab edilir. Həmçinin Kəlbəcərdə Dəli Dağ, 3616 metrə hündürlüyü olan Dəli Dağ. Yerdə qalan Torağay ölkəmizdə ən hündür palçıq vulkandır. Keyrəki həmçinin, Axtarma Paşalı həmçinin palçıq vulkanlar hesab edilir. Burada da bizdən salzı axıdılan palçıq vulkanlar istəyirdi. Neogen yaşlı süxurların yayıldığı əraziləri müəyyən edin. Hansı süxurlar? Neogen süxurlar. Neogen haradadır? Baxaq, fikir verin. Qobustan, Acnohor Ceyrançöl, Qobustan Abşeron, bir də Qusar Mayili düzənliyi Neogen dövrünün süxurlarıdır. Bir hissəsində Naxçıvan və Talışda yayılıb. Neogen dövrünün süxurları. Baxaq, indi hansı ərazilərdir? Bəli, Ceyrançöl, Acnohor, sonra Qobustan, Abşeron, bir də hansı ərazi? Bax, bu Naxçıvanın Zəngəzur silsiləsinin müəyyən hissəsini götürə bilərik. 2, daha doğrusu 3, 4, 5. Növbəti. Azərbaycanın geoloji quruluşuna aid xüsusiyyətləri müəyyən edin. Baxaq, Kür-Araz ovalığında 4-cü dövrün vulkanik süxurları yayılmışdır. Kür-Araz ovalığında 4-cü dövrün vulkanik süxurları yayılmışdır. Kür-Arazda 4-cü dövrün süxurları yayılıb. Bunu bilirik. Ancaq vulkanik süxurlar yayılmayıb da. Vulkanik süxurlar hardadır? 4-cü dövrün vulkanik süxurları. Bəli, Qarabağ vulkanik yaylasında. Ancaq Kür-Arazda yayılmayıb. Ona görə biri götürə bilmərik. Zəngəzur və Talış dağlarında paleogen yaşlı süxurlar üstünlük təşkil edir. Bəli, Zəngəzur və Talış dağlarında paleogen süxurlar, fikir verin. Talış dağları və Zəngəzurda paleogen dövrünün süxurları yayılıb. Götürürük. Qusar Mayili düzənliyində mezozoy süxurlar geniş sahətdir. Xeyr, Qusar Mayilinin düzənliyində neogen süxurlar geniş ərazi tutur. Ona görə 3-ü götürə bilmərik. Şərir Ordubad düzündə Praterozoy erasının süxurları geniş yayılmışdır. Şərir Ordubad düzündə hansı dövründür? Praterozoy. Xeyr, Şərir Ordubad düzündə, Bax, bir dəqiqə baxaq, bunu tapaq. Hansı dövrün? Paleogen dövrünün süxurları yayılıb. Hansı dövrün? Paleogen dövrün. Yəni Praterozoy erasının yox. Ceyrançöldə və Qobustanda neogen yaşlı süxurlara rast gəlinir. Ceyrançöl və Qobustanda hansı dövrün? Bəli, neogen dövrünün süxurları geniş yayılıb. Qarabağ yaylasında 4-cü dövr vulkanik süxurları yayılmışdır. Bəli, Qarabağ vulkanik yaylasında bu hissədə 4-cü dövrün vulkanik süxurları yayılıb. 54. Paleogen yaşlı süxurların yayıldığı ərazilər. Paleogen süxurlar haradaydı? Talış dağları və Naxçıvan. Talış dağları və Naxçıvan. Baxaq. Misal üçün paleogenə bax burada gələk. Xəritə üzərində. Hansı ərazilərdə yayılıb?
Hansı ərazilərdə yayılıb paleogen dövrünün süxurları? Baxaq. Talış dağları və Naxçıvan dağlıq hissələri. Bir də hansı ərazini verir? Bax, bura Küraraz ovalığı olmaz. Həmçinin Qanı Xəyrçay da olmaz. Bir də hansı ərazilər olar? Nisbətən Böyük Qafqazın cənub-şərq. Bu cümlə belə gedir. Paleogenin konkret yayıldığı ərazilər cümlə olaraq dərslikdə bu formada yazılır. Talış dağları, Naxçıvan, bir də Böyük Qafqazın cənub-şərq yamacları. Yəni təxminən bu hissələr. Bu Neogende isə yoldaşlar, Neogenlə paleogenin incə məqamını deyirəm sizə. Neogende, paleogende bu formadadır. Talış dağları, Naxçıvan, bir də Böyük Qafqazın cənub-şərq yamacları paleogendir. Neogen isə Qobustan, Abşeron, daha doğrusu Qobustan, Abşeron, Aznahor, Ceyrançor, bir də Qusar Maili düzənliyi. Bax, kitab cümləsi budur. Neogen, paleogenden bir barada aşağıda yerləşir. Fikir verin, paleogen Böyük Qafqazın cənub-şərqi, ondan da aşağıda bu hissələrdə Qobustan, Abşeronda isə Neogen süxurlar yayılıb. Aydındır, bu da bunun incə hissəsi. 55. Yura dövrünə aid çökmə süxurların olmadığı əraziləri müəyyən edin. Yura dövrünə aid çökmə süxurların olmadığı ərazilər. Bu hissələrdə birdə nə yayılıb? Yura yox, hansı dövr? Neogen. Sonra, Böyük Qafqazın orta və yüksək dağlığı Yura dövrüdür. Yüksək dağlığı nədir? Yura dövrüdür. Bax, bura haradır? Buradakı 4-cü dövrün süxurlarıdır. Hansı dövrün? Bax, 4-cü dövrün süxurları yayılıb. Həmçinin 6-da 4-cü dövrün süxurlarıdır. Yəni, Yura dövrünə aid çökmə süxurlarının olmadığı ərazilər, Yuranın çökmə süxurları olmadığı ərazilər hansılar oldu? 1-dir, 5-dir, 6-dır. Sonra baxaq, 56-ya baxaq. Azərbaycanın geoloji quruluşu ilə bağlı doğru fikirləri seçin. Deyir, Kaynazoyun əvvəlində Böyük və Kiçik Qafqaz dağları ada şəklində idi. Bax, Kaynazoyun əvvəlində, yəni hansı dövrə qədər? Yəni Mezozoyun sonuna qədər. Mezozoyun sonuna qədər, bax, Trias, Yura, Tabaşirə qədər. Bu hissələrdə hələ ki, Böyük və Kiçik Qafqaz dağlarının yüksək və orta dağlıq hissələri suyun səthinə çıxmışdı və ada formasında görsənirdi. Kaynazoyun sonlarında artıq Küraraz ovalığı da sudan azad oldu və tam Azərbaycan suyun səthinə Tetsa okeanının dibindən azad oldu. Bunu belə fikirləşin. Ona görə bir doğru fikirdir. Azərbaycan ərazisində arxeya erasında müasir dövrə qədər müxtəlif yaşlı çöküntülər yayılmışdır. Arxeya erasından bu günə qədər müxtəlif arxeya erasında müasir dövrə qədər müxtəlif yaşlı çöküntülər yayılmışdır. Arxeya yox da, arxeya olmaz axı. Azərbaycanda paleozoydan başlayıb, yəni arxeyadan yox. Ona görə ikidə yanlışlıq var. Talış dağlarında əsasən Neogen yaşlı çöküntülər yayılmışdır. Xeyr, Talış dağlarında paleogen süxurlardır. Hansı dövr? Paleogen. Fikir verin, Neogen yox yəni. Ona görə üstdə yanlışdır. Vaxtilə dəniz suları altında olmuş ovalıqlarda 4-cü dövrün süxurları yayılmışdır. Bəli, vaxtilə dənizin dibi olmuş, misal üçün Küraraz ovalığında ən sonunda qurudan azad olub və 4-cü dövrün süxurları geniş yayılıb. Böyük Qafqazda çökmə mənşəli süxurlar geniş yayılmışdır. Böyük Qafqazda ümumiyyətlə çökmə mənşəli süxurlar əsasən ovalıqlarda olar. Yəni qalxan ərazilərdə, dağlarda yox. Azərbaycanda ən çox tektonik qırılmalar Küraraz, Samur Dəvəsi və Lənkəran ovalıqlarındadır. Ən çox tektonik qırılmalar Azərbaycanda ən çox tektonik qırılmalar Küraraz, Samur Dəvəsi və Lənkəran. Xeyr, ovalıqda yox da. Ovalıqda olmaz. Ən çox qırılmalar Böyük Qafqaz və Kür tektonik sınma zonalarında olar. Yəni ovalığın mərkəzi hissələrində yox. Aydındır. Ona görə 6-da yanlışlıq var. Növbəti bir dəqiqə baxaq. Burada nəysə, bax, varianta baxıram. 5-də nəsə götürməmişik. Böyük Qafqazda çökmə mənşəli süxurlar geniş yayılmışdır. Böyük Qafqazda çökmə mənşəli süxurlar geniş yayılmışdır. Bax, doğru fikirlərdir.
Burada 5'te burada nəyi nəzərdə tutub, nəyi nəzərdə tutub götürüb? Böyük Qafqazda yəni maqmatik suxurlar yoxdur da, digər Kiçik Qafqaza, Talışa baxanda. Çünki Böyük Qafqazda yəni vulkanizmin qalıqları müşahidə edilmir axı. Ona görə çökmə mənşəli suxurlar geniş yayılıb. Kiçik Qafqaza nisbətən. Aydındır, bax onu nəzərdə tutub. Növbəti 57. Doğru cavabı müəyyən edin. Ərazi. Gəncə Qazax düzü. Hansı düz? Bax bu hissələrə baxaq. Gəncə Qazax düzü. Bax bu hissələr. Antropogen və Kiçik Qafqaz suxurların yaşı antropogen və tektonik zona Kiçik Qafqaz. Yəni niyə Kiçik Qafqaz olsun ki? Gəncə Qazax düzü hara oldu? Kür tektonik çökməsinə aid deyil. Ona görə bir də yanlışlıq var. Sonra yan silsilə. Bax bu hissədəki yan silsilə. Yura dövrü. Bəli, bilirik ki, Böyük və Kiçik Qafqazın yüksək dağlıqları hansı dövrdür? Yura dövrüdür. Bu bəlli məsələ. Ön Qafqazda yox, Böyük Qafqaz qalxmasındadır. Yəni ön Qafqaz çökməsində deyil də, Böyük Qafqaz qalxmasındadır. Ona görə 2 də olmaz. Talış dağları paleogen, Kiçik Qafqaz qalxması. Bəli, tamamilə doğrudur. Talış dağlarında paleogen suxurları idi. Həmçinin Kiçik Qafqaz qalxmasına aiddir. Qarabağ düzü. Yerləşir harada? Bax bu hissədə. Qarabağ düzü varianta baxmadan nə bilirik bunun haqqında? Deyirik ki, Kür tektonik çökmə zonasında yerləşir və antropogen suxurlar yayılıb. Bəli, Qarabağ düzü antropogen suxurlar, yəni 4-cü dövr və Kür dağ arası çökəkliğində yerləşirmi? Bəli. Sonra Şərur düzü yerləşir harda? Bax bu hissədə Şərur düzü yerləşir. Orta Araz əyilmə zonasına aiddir və 4-cü dövrün antropogen suxurları yayılıb. Orta Araz əyilmə zonasında və 4-cü dövrün antropogen suxurları yayılıbmı? Bəli, yayılıb. Qanı Xəyriçay hansı hissə? Bax bu hissə. Qanı Xəyriçay Təbaşir dövrü. Təbaşir dövrü Böyük və Kiçik Qafqazın orta dağlıq hissələridir. Ona görə yanlışdır altı. 58. Azərbaycanın geoloji quruluşuna aid olan xüsusiyyətləri müəyyən edin. Baxaq, Böyük və Kiçik Qafqaz dağları Mezozoyun Yura və Təbaşir suxurları ilə örtülmüşdür. Bəli, yüksək dağlıq Yura, orta dağlıqda Təbaşir. Yan silsilədə alt və üst paleozoyun kristallik suxurları səthə çıxmışdır. Yan silsilədə deyir, alt paleozoy, üst paleozoy. Xeyr, yan silsilə bax bu hissədir. Ölkəmizdə alt paleozoy, üst paleozoy Tovuzlu Əsrikçay, Zəyəmçay hövzələri və yaxud da Naxçıvanda Sədərək qalxmasında müşahidə edilib. Ona görə bax bu ikini götürə bilmirik. 4-cü dövrün vulkanizm suxurları əsasən haradadır? Bəli, Qarabağ vulkanik yaylasında müşahidə edilir. Harada? 4-cü dövrün vulkanik suxurları ölkəmizdə Qarabağ vulkanik yaylası. 4-cü dövrün çökmə suxurları Samur dəvəsi və Lənkəran ovalıqlarında üstünlük təşkil edir. Samur dəvəçidə də var, bəli. Lənkəranda da var, mövcuddur 4-cü dövr suxurları. Ancaq bəzən görsən 4-cü dövrün vulkanik deyəndə artıq orada yanlışlığa yol verir. Vulkanik Qarabağ vulkanik yaylasındadır. Qanıq Əyriçayda Təbaşir yaşlı suxurlar geniş yayılmışdır. Qanıq Əyriçayda harada? Qanıq Əyriçayda bax bu hissədə deyir ki, Təbaşir suxurları yayılıb. Qanıq Əyriçayda bax burada göstərir ki, hansı dövrün suxurları yayılıb? Bəli, 4-cü dövrün antropogen suxurları. Ona görə yanlışdır. Alt paleozoyun vulkanogen çökmə suxurları Zəyəmçay, Əsrikçay hövzələrində səthə çıxmışdır. Bəli, alt paleozoyda ki, suxurlar Tovuzda Əsrikçay və Zəyəmçay hövzələrində ortaya çıxıb. 59. Neogen yaşlı suxurların yayıldığı əraziləri müəyyən edin. Neogen suxurlar haradaydı? Ceyrançöl Acunohor, Qobustan Abşeron, bir də Qusar Maili düzənliyi. Ceyrançöl Acunohor, Qobustan Abşeron, bir də Qusar Maili düzənliyi. Bax bu hissələr. 60. Verilən əlamətlərə əsasən geoloji eranı müəyyən edin. Baxaq, müəyyən edərək ona məxsus suxurların yayıldığı və
yayılmadığı əraziləri doğru qruplaşdırın. Örtülü toxumlu bitkilərin və quşların yaranması. Bax, quşlar yaranıb, örtülü toxumlu bitkilər yaranıb. Söhbət hansı dövrdən gedir? Mezozoydan, bəli. Lavrasiya və Gondwana parçalanıb müasir materiklər. Bax, müasir materik, müasir okean, quşlar, dinozavrların nəsli kəsilib, örtülü toxumlu bitkilər yaranıb. Mən saydıqlarım hansı? Mezozoya aiddir. Mezozoy. Baxar. Yayıldığı ərazilər. Qarabağ silsiləsində, bəli, Böyük və Kiçik Qafqazın orta və yüksək dağlığı Qarabağ silsiləsi Mezozoydur. Bu düzdür, yayıldığı ərazidir. Burovar silsiləsi Talış dağlarında, Burovar Peştəsər silsilələrində paleogen sıxırlardır. Yəni Mezozoy deyil. Zəngəzur silsiləsi. Zəngəzur silsiləsində Talış dağları və Naxçıvanda paleogen sıxırlardır yəni. Hansı sıxırlar? Baxın, paleogen sıxırlar. Zəngəzur. Ona görə üstə yazmışdır. 4-ə baxaq. Yayılmadığı ərazilərdir. Yan silsilədə Böyük və Kiçik Qafqazın yüksək dağlığında Mezozoyun Yura və Tabaşiri orta dağlığında yaranıb yəni. 4 yanlışdır ona görə. Doğrudur, daha doğrusu bizə yanlışın altdan yayılmadığı ərazilər lazımdır. Yan silsilədə yayılıb. Ceyrançöl Azunohorda nədir? Ceyrançöl Azunohorda neogendir yəni. Mezozoy yayılmayıb. Ona görə yayılmadığı üçün götürürük. Lənkəran ovalığında 4-cü dövrün antropogen sıxırlardır. Yayılmayıb yəni burada Mezozoy. Ona görə altını da götürürük. 1, 5, 6. Növbəti suala baxaq. Nə istəyir bizdən? Uyğunluğu müəyyən edin. Baxaq, uyğunluqdur. Deyir ki, maqmatik vulkanlar və palçıq vulkanlar. Yəni əsas vulkanlar və yalançı vulkanlar. Böyük işıqlı sönmüş vulkandır, maqmatik vulkan olub, yalnız sönmüşdü. Ona görə getdi 1-ə. Gəlinqaya, bu da eynən Laçında yerləşən sönmüş vulkandır. Qızılboğaz da həmçinin ölkəmizdə ən hündür 3581 metrə olan hündürlüyü olan sönmüş vulkanlardan hesab edilir Qızılboğaz. Yerdə qalan qalmazla Keyrəki isə palçıq vulkandır ölkəmizdə. Yalançı vulkan. 62. Uyğunluğu yenə müəyyən edin deyir bizə. Maqmatik vulkanlar və palçıq vulkanlar. Maqmatiklər hansılar oldu? Qızılboğaz. Sonra Pəri Çınqıllı, Ayı Çınqıllı sönmüş vulkanlardır. Yerdə qalan B, C, yəni Axtarma Paşalı, Kəniz Dağ, Otman Bozdağ isə palçıq vulkanlar hesab edilir. Uyğunluğu müəyyən edin. Paleozoyun kristallik şistlərindən ibarət olan qədim sıxırlar. Paleozoyun qədim sıxırları haradadır? Bəli, Tovuzda Əsrik çay, Zəyəm çay. 4-cü dövrdə püskürülmüş vulkan külləri. 4-cü dövrün vulkanik külləri, püskürməsi harada müşahidə edilib? Qarabağ vulkanik yaylası. Burada da vulkanik yayla yoxdur. Ona görə B olmaz. Paleogen yaşlı vulkanik sıxırlar geniş yayılmışdır. Talış dağları və Naxçıvanda. Yəni 1-ə C gedə bilər Talış dağlarına. Ərazidə Mezozoy erasının sıxırları üstünlük təşkil edir. Mezozoy yox. Mezozoy Böyük və Kiçik Qafqazın orta və yüksək dağlığıdır. 4-cü dövr yaşlı antropogen sıxırlar isə bəli, Qusar Mayli, daha doğrusu Samur Dəvəçi ovalığında. Yəni Y də gedir 3-ə. Növbəti sonuncu 64-cü suala baxaq. Uyğunluğu müəyyən edin. Eynən neogen çöküntülər harda yayılıb? Neogen çöküntülər yayılıb Ceyrançöl Azunohor, yəni A. Sonra Qobustan Abşeron, bir də Qusar Mayli düzənliyi. Aydındır. Sonra Yura çöküntüləri. Yura çöküntüləri Böyük və Kiçik Qafqazın orta və yüksək dağlığı. Yəni hansı ərazi? Bax, bu ikini C-ni götürə bilərik. Böyük və Kiçik Qafqazın orta və yüksək dağlıq əraziləri. Paleogen çöküntüləri isə yerləşir harada? Talış dağları və Naxçıvan. Yəni D ilə Y. Yerdə qalan bu B isə bu 4-cü dövrün sıxırlarıdır. Yəni antropogen sıxırlar. O da heç bir variantda olmadığı üçün heç birinə aid edə bilmərik. Bu da sonuncu sualımız. Diqqətinizə görə təşəkkürlər. Çox sağ olun. İnşallah növbəti izahlarda digər bölmələrin testlərin izahı olacaq. Sağ olun, hələlik.